بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد. اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم: وجعلنا من الماء كل شيء حي أفلا يؤمنون. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أوصيكم عباد الله ونفسي بتقوى الله. Allahın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz və dəyərli möminlər. Cümə gününüz mübarək olsun. Allah bu cümənin xeyir və bərəkətini sizlərə, əzizlərinizə, xalqımıza, İslam ümmətinə, bütün bəşəriyyətə nəsib eləsin. İlk öncə özümüz, sonra siz əzizlər ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalılardan qərar ver. Artıq yanvar ayının sonuncu cüməsidir və Şaban ayındayıq hal-hazırda. Əzəmətli günlərdir, əzəmətli anlardır və bildiyimiz kimi qarşıdan da sabah inşallah Əli Əkbər əleyhissalamın, İmam Hüseynin böyük oğlunun mövlud günüdür. Həm də Zəmanə imamının bir neçə gündən sonra mövlud günü keçiriləcək. Bu iki mübarək bayram münasibətindən hər birinizi təbrik edirəm. Allah o həzrətlərin dünya axirət lütfün hər birimizə nəsib eləsin. Biz Quran-ı Kərimin bizə xatırlatdığı nemətlər haqqında danışırdıq keçən cümə. Və dedik ki, onlardan mühüm olanlarından biri zamandır. Başqa nemət xatırlatmaq istəyərdim ki, Quran-ı Kərimdə o nemətə xüsusi işarə olunur. Amma biz o nemətdən istifadə etməyimizə baxmayaraq çox da diqqət göstərmirik, biganə yanaşırıq. Ki o Allahın bizə xüsusi lütf etdiyi su adlanan bir nemətdir. Allah Teala bütün varlıq aləmin sudan xəlq edib. Necə ki Ənbiya surəsi 30-cu ayədə buyurur: "Və-cəalnə minəl-mə'i kullə şeyin hayy." Biz hər bir canlını sudan yaratdıq. Sudan həyat bəxş etdik. Əfələ yu'minun. İman gətirmirlərmi? Yəni insan dərrəkəsi olan insan suya baxsa, suyun xüsusiyyətlərinə diqqətlə yanaşsa, ondakı ecazkarlığı görüb, əgər Allaha iman gətirməmişsə iman gətirər. Bu qədər su dəyərli nemətdir. Və başqa bir ayədə Allah Teala Nur surəsi 45-ci ayədə hətta bütün canlıları sudan yaratmağını ifadə eləyəndən sonra başlayır bir-bir canlıların növlərinə toxunmağa. Buyurur: "Vallahu xalaqa kulla dabbatin mimma." Allah bütün canlıları sudan yaratdı, xəlq elədi. "Feminhum men yemshi ala batnih." Onlardan bəzisi bətni üzərində gəzir, yəni sürünənlər. Buyurur: "Və minhum men yemshi ala rijlayn." Onlardan digər bəzisi iki ayaq üstə gəzir ki, insanlara işarədir. Və buyurur: "Və minhum men yemshi ala arba." Və onlardan digər bəzisi isə dörd ayaq üzərində durur ki, onlar da dörd ayaqlılardır. Və buyurur: "Yaxluqu ma yasha." Allah ki bu canlıları yaradıb istədiyi canlını, istədiyini yaradır. "İnnallaha ala kulli şeyin qadir." Allah hər bir şeyə qüdrəti çatır, hər şeyə qadirdir. Yəni bu ayələ Allah Teala bizlərə həm canlıları sudan yaratmağa və canlıları, yaratdığı canlıların növbənöv olduğuna işarə edir. Suyun müxtəlif xüsusiyyətləri var dedik. Su bütün həyatımızı əhatə edib. Əvvəllər də demişdik ki, yer kürəsi əvvəl sudan ibarət olub. Sonradan 1/4 quruya çevrilib. Yəni dünyanın, yer üzünün hal-hazırda 3/4 3 hissəsi sudur. Yalnız bir hissəsi quru sayılır. Və təkcə yer kürəsinə aid deyil suyun mövcudluğu. Su bütün həyatımızı əhatə edib. Fikir versə, deyir, səmada da su var, yerdə də su var, yerin altında da su var, yerlə göyün arasında da hətta su var, rütubət var.
ki, bu qədər həyatımızı su əhatə edib. Suyun əsas xüsusiyyətlərindən biri, bir çox xüsusiyyətləri haqqında əvvəllər danışmışıq, amma əsas xüsusiyyətlərindən biri yerdəki hərarətin dərəcəsini nizamlamaqdır. Çox maraqlı bir faktdır. Ki, su yer üzərində, ki, dənizlərdəki, okeanlarda, göllərdə və çaylarda olan suların əsas xüsusiyyətləri nədən ibarətdir? Bir xüsusiyyət də budur ki, havanın temperaturunu nizamlayır. Məsələn, deyir, əgər ətraf mühitin dərəcəsi yüksələrsə, su daha çox enerjini özünə cəzb edir. Havalar istiləşəndə onun istiliyinin qarşısını su alır. Deyir, su həmin istiliyi, əsas enerjini özünə tərəf cəlb edir və ona görə də deyir, dərəcə aşağı düşür. Ondan sonra deyir, hətta eyni zamanda havanın dərəcəsi aşağı çox düşəndə də yenə də su müdaxilə edir havanın temperaturuna. Deyir, özündəki enerjini havaya buraxır və onun dərəcəsini yüksəldir, yüksəlməsinə səbəb olur. Fikir verirsiniz, istər su havanın temperaturu qalxanda su həmin enerjini özünə tərəf cəlb edir ki, temperatur düşsün, dözülməz hala gəlməsin və havanın temperaturu həddən ziyadə aşağı düşəndə də yenə özündəki enerjili hissini havaya tərəf yönləndirir ki, soyuğun şiddəti insanları məhv etməsin. Bax, bu cür gecə-gündüz su havanın temperaturunun nizamlanmasında dayanmadan fəaliyyət göstərir. Və eyni zamanda yeyib içdiklərimizin də əksəriyyətinin tərkibi sudur. Meyvəsindən tutmuş tərəvəzinə qədər hamısının tərkibində su var. Ona görə Allah Teala suyu Quran-ı Kərimdə öz rəhməti adlandırır. Biz deyirik, yağış Allahın mərhəmətidir, rəhmətidir. Quran-ı Kərimin Əraf surəsi 57-ci ayədə buyurur ki, Huvəl-ləzi yursilur riyahə buşrən beynə yədəy rəhmətih. Allah o kəsdir ki, öz rəhmətindən qabaq küləkləri müjdəçi olaraq göndərir. Rəhmətindən qabaq küləklər, rəhmət nədir? Yəni, yağış yağacaq, yağışdan qabaq küləkləri göndərir müjdəçi olaraq. Həmin rəhmətini, yəni yağışı müjdəsi olaraq küləkləri əsdirir. Sonra buyurur, Həttə idə əqəllət səhəbən thiqalən suqnəh. Deyir, o vaxta kimi küləyə əsdirir ki, onlar ağır yüklü buludları qaldırır havaya və buyurur, biz onunla ölü bir diyara tərəf həmin küləkləri göndəririk, buludları göndəririk. O buludların ölü bir diyara getməsi və orada buyurur, وَأَنْزَلْنَا مِنَ الْمَاءِ فَأَنْزَلْنَاهُ بِهِ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ السَّمَرَاتِ. Ölü bir diyara, ölü bir məmləkətə, quru bir torpağın üzərinə Allah Teala buyurur, biz suyu, yağışı endiririk və müxtəlif bitkilər düzəldirik. Bu, suyun zahiri tərəfi, maddi cismani tərəfi və birbaşa Allah Teala burada keçid eləyir iman tərəfinə, mənəvi tərəfə və etiqad tərəfinə buyurur, Kəzəlikə nuxricul mavtə. Biz, bax, ölülər də bu cür dirildəcəyik. Sanki insana axirəti, qiyaməti xatırladır. Əvvəl suyun zahiri əlamətlərindən danışır ki, quru torpağa suyu gətirib indiririk, yağışı yağdırırıq ki, o bizim rəhmətimizdəndir, mərhəmətimizin əlamətidir ki, o quru torpaqdan necə ki, yaşıl bitkiləri düzəldirik, çıxardırıq, qiyamətin günündə də sizi torpaqdan belə çıxardacaq. Və buyurur, sonda ləalləkum təzəkkərun. Bütün bu danışdıqlarım ondan ötürür ki, siz ibrət götürəsiniz, xatırlayasınız, düşünəsiniz və nəticə çıxardasınız. İmam Sadiq əleyhissalam bu ayənin haqqında buyurur ki, Allah bu misalla insanın ağlını oyadır. Ki, yəni torpaq dirilirsə, bir quru torpaq dirilirsə, Allah üçün nə çətindir ölünü dirilsin. Niyə ölü dirilməsin? İnsan niyə dirilməsin qiyamətin günündə? Dedi ki, su bizim bütün həyatımızı əhatə eləyib. Hər bir işdə bizim suya böyük ehtiyacımız var. İstəyir sudan qida kimi istifadə eləyək, istəyir paçlanmaq üçün, istəyir başqa. Hətta ibadətin özündə də dəstəmaz alanda fikir verirsə, biz sudan istifadə eləyirik. Dəstəmaz üçün su ilə dəstəmaz alırıq ki, ibadətimizi, namazlarımızı qılaq, ibadətlərimizi icra eləyək.
Fikir verin ki, bilmirəm, dəstəmaz alanda müəyyən dualar, zikirlər ki, oxunur. O zikirlərin ilki, ən birincisi elə suyun əhəmiyyətini insanlara çatdırır. Əgər fikir vermişsə, dəstəmaz alarkən biz suyu götürəndə üzümüzə tökürük, qollarımızı yuyuruq, başımıza, ayağımıza məhz çəkirik. Hərəsinin özünə uyğun bir zikir var. Amma bu zikirlərin ilk öncə gələni hansı zikirdir? Deyir, Bismillahi və billah, Allahın adı ilə ki başlayır. Elhamdülillah, həmd olsun o Allaha ki, Əlləzi cəaləl məə tahiran və mutahhira. Bax, birinci su xarakterin, xüsusiyyətini bildirir. Deyir, həmd olsun o Allaha ki, suyu pak-pakizə qərar verib, suyun özünü pak qərar verib. Amma təkcə suyu pak qərar verməklə kifayətlənməyib. Eyni zamanda başqa şeyləri də, murdarlar, digər murdarlar da su paklayır. Özü pakdır, başqa neymətləri də paklayır. Həm pakdır, həm də paklayıcıdır. Fikir verin. Bir şey ola bilər ki, müəyyən bir şey pak olsun. Amma başqalarını da paka çıxartmaq bu suya xas xüsusiyyətdir. Və buyurur ki, وَلَمْ يَزْعَلْهُ نَجِسًا مُنَجِّسًا əksin. Həmd olsun o Allaha ki, suyu həm özün pak edib, həm də başqa şeylər onun vasitəsindən paklanır. Və həmd olsun bir də o Allaha ki, ona görə ki, suyu murdar qərar verməyib və özü murdar olmaqla yanaşı toxunduqları murdarlayıcı qərar verməyib. Yoxsa halımız doğrudan da necə olardı? Bax, suyu dəstəmaz alanda insan suyun bu xarakterinə baxanda fikirləşsən ki, doğrudan da nə gözəl neymətdir. Əgər su murdar olsaydı, ətrafındakı hər bir şey murdarlasaydı, həyatımız nə hala qalardı? Deməli, bu xarakterləri suya verən Allah Taaladır. Belə bir Allah gör necə həmd sənaya layiqdir. Ona görə İmam Sadiq əleyhissalamdan rəvayət olur ki, Həzrət buyurur, behişt əhlinin içdiyi, içəcəklərin ən üstünü, seyyidi, ağası sudur. Ən üstün içiləcək sudur. Maye. Və deyir, bir gün Əbu Teyfur adında bir şəxs, bir həkim idi, Əbu Teyfur adında bir şəxs, İmam Kazım əleyhissalamın dövründə yaşadı. Deyir, mən bir gün gəldim, İmam Kazım əleyhissalama su içməyi məsləhət bilmədim. Məsləhət görmədim ki, su içsin. Amma deyir, o həzrət, o cənab mənə buyurdu ki, bunun heç bir qorxusu yoxdur, su içməyin heç bir qorxusu yoxdur. Həkimə deyir. İndi təbabətdən həkimin özünə dərs keçəcək. Buyurur, onun heç bir qorxusu yoxdur. Su mədədə təamı əridib həzm etdirir. Səfranı aparır, xəstəliyi aparır. Qəzəbi sakitləşdirir, dərrakəni artırır, hərarəti söndürür. Təbib baxır, görür ki, İmam Musa Kazım əleyhissalam məsləhət verir, görür İmam Musa Kazım əleyhissalam bunun dərinliklərini bilir. Yaxud Əli əleyhissalamdan rəvayət var, suyun biz yalnız paklayıcı tərəfini biliriksə, onun sən demə mənəvi rabitəsi də var. İnsana mənəvi aurasının yüksəlməsinə də xidmət göstərir. Quranın ayəsi ilə Həzrət Əli əleyhissalam buna işarə edir. Buyurur, asimandan gələn suyu için, yəni yağış suyunu için. Çünki o bədəni pak edir, dərdləri dəf edir. O indi bilirsə ildə bir dəfə Nisan ayı deyirlər ərəb dilində. Əksər günləri aprel ayına təsadüf edir. Ona görə ki, aprel yağışının suyun toplamaq lazımdır. Bəzi dualar, bəzi xəstəliklər onun vasitəsilə aradan gedir. Və buyurur ki, Həzrət Əli əleyhissalam bu hədisi söyləyəndən sonra Quranın ayəsini zikr eləyir. Buyurur, Allah Taala buyurub, Allah sizin üçün səmadan su nazil edir ki, sizi onunla pak eləsin. Cisminizi, cəsədinizi, zahirinizi paklasın. Ənfal surəsi 11-ci ayədə buyurulur. Sonra buyurur ki, sizi onunla pak etsin və sizdən şeytanın vəsvəsəsini aparsın. Təsəvvürün bu böyük, əzəmətli bir kəlamdır. Quran-ı Kərimdə Allah Taala Ənfal surəsi 11-ci ayədə buyurur ki, Allah səmadan suyu nazil edir ki, sizi paklasın, yəni cisminizi paklasın. Bu bir. İkinci xüsusiyyəti nədir? Aşkar şəkildə buyurur ki, sizdən şeytanın vəsvəsəsini aparsın. Deməli, suda belə bir dəyər var, belə bir enerji var ki, insandan mənfi enerjini götürür, şeytanın vəsvəsəsini uzaqlaşdırır. Və qəlblərinizi bağlasın, imana, Allaha bağlasın və onunla qədəmləriniz sabit olsun. İnsanın qədəminin sabit olun. Görün, nə qədər xarakterlərini açıqlayır Allah Taala. Həzrət Əli əleyhissalam bu ayənin vasitəsilə insanlara çatdırır. Ona görə Əli əleyhissalam başqa bir hədisində buyurur ki,
hamama daxil olanda çalışın 3 oğuz su için. Yəni bir qədər su için. Çünki deyir su için ki o üzün nurunu artırır. Hamama daxil olarkən su içmək əleyhissalam buyurur, üzün nurunu artırır və bədəndən dəriləri aparır. Və İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər bir şeyin ölçüsü olduğu kimi su içməyin də təbii ki bir ölçüsü var. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, nə badə çox su içəsən, çünki bu iş bütün naxoşluqların mayasıdır. Yəni əgər insan bir şeyi, hər bir şeydə belədir, həddə aşsa onun insana zərəri olar. Buna işarə edir İmam Cəfər Sadiq əleyhissalam. Başqa bir hədisdə buyurur ki, əgər insanlar suyu az içsələr, bədənləri istiqamət tapar və möhkəmlənər, bədənin sağlamlığına xidmət göstərir. Və Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, suyun da içərkən onu sovuraraq için və buyurur, qaraciyərin xəstələnməsinə səbəb olar. Əgər sovurmadan içsəniz, birbaşa içsəniz, yəni hissə-hissə bir müəyyən miqdarla nəfəs ala-ala, bizdə bir söz var, nəfəs ala-ala için ki, onun əgər belə etməsəz, dərhal birbaşa içsəz, buyurur, qaraciyərin xəstələnməsinə səbəb olar. Peyğəmbər salavatullah su içməyin müəyyən ədəb qaydalarını bizlərə öyrədir və hədislərdə suyu necə içmək lazımdır, hansı qabda necə içmək, onların hamısı bizim üçün açıqlanır, hamısı da bizim dünya və axirətimizin səadətindən ötürüdür. Ki buyurur, kim qızıl və gümüş qabda yemək yeyərsə, yaxud su içərsə, qarnını cəhənnəm odu ilə yaxalayır. Təsəvvürün Peyğəmbər salavatullah buyurur ki, qızıl və gümüş qabda yemək istərsə də su içən şəxs sanki qarnını cəhənnəm odu ilə yaxalayır, cəhənnəmin içəcəklərini hazırlayır yəni. Ona görə Peyğəmbər salavatullah bir başlayır, suyu necə içmək lazımdır, ona toxunur, buyurur, suyu qabın tutacaq tərəfindən, səmtindən içməyin. İmam Musa Kazım əleyhissalamdan da belə bir hədis var. Ki, qabı sınıq tərəfindən içməyin, çünki şeytan yığınağıdır. Şeytan, yəni o vaxt şeytan deyəndə, yəni mikrob nəzərdə tutulur. Çünki Peyğəmbər salavatullah başqa bir hədisində buyurur ki, suyu qabın tutacaq səmtindən içməyin, çünki çirkin toplaşdığı yerdir. Çirkin toplaşdığı yer nədir? Virus, mikrob. Və İmam Musa Kazım əleyhissalam buyurur ki, suyu içməyə başlayanda Bismillahla başlayıb, Elhamdülillahla bitirin. Əli əleyhissalamdan maraqlı bir rəvayət var Peyğəmbər salavatullah haqqında ki, Həzrət deyir, İmam Əli əleyhissalam buyurur ki, Peyğəmbər hər dəfə su içəndə bu zikri deyərdi. Elhamdülillahilləzi ləm yəc'alhu ucəbən bi zunubina və cəaləhu azbən furatən bihamdih. Deyir, həmd olsun o Allah ki, suyu bizim günahlarımıza görə acılaşdırmayıb. Yəni biz ki, günahlara yol veririk, günahları, həddi, hüdudu gözləmirik. Əslində Allah cəza olaraq gərək o suyu bizim üçün acılaşdırsın, bizim o suyun ləzzətindən, dadından məhrum qoysun. Amma Allahın böyüklüyünə, əzəmətinə, sonsuz mərhəmətinə bax ki, suyu günahlarımıza görə acılaşdırmayan və neməti olduğuna görə dadlı edən Allaha həmd olsun. Hər dəfə Peyğəmbər salavatullah deyir, su içəndə bunu deyərdi. Və nəhayət Əli əleyhissalam ayaq üstə su içmək barəsində buyurur ki, çalışın ayaq üstə su içməyin. Çünki Allahdan başqasına çarə qıla bilməyəcəyi əlacsız dərd gətirər ayaq üstə su içmək. Amma İmam Sadiq əleyhissalam daha da açıqlayır Əli əleyhissalam bu kəlamın. Buyurur ki, gündüz ayaq üstə su içmək yeməyin həzminə kömək eləyir. Yəni gündüz nə yaxşı olar ki, insan ayaq üstə su içsin və buyurur, gecə ayaq üstə su içmək isə səfra xəstəliyinə gətirib çıxardır. Yəni əgər insan gündüz vaxtı su içsə, gərək ayaq üstə içsin ki, onun yedikləri həzmə rahat geçsin və gecə vaxtı su içərsə, nə yaxşı olar ki, oturub əyləşib su içsin ki, bunda xəstəliklərin qarşısını alır. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm digər ədəbləndirici bir nöqtəyə toxunur. Deyir, əgər bir insan başqalarına su verirsə, başqalarına su verən şəxs özü hamıdan sonra su içsin. Gör, nə gözəl ədəb nümunəsidir. İnsan özünü başqalarından üstün tutmamalıdır, özünü başqalarından əvvəldə görməməlidir. Həmin bu xüsusiyyəti su paylayan şəxsə də aid edir ki, su paylayan şəxs də gərək hamını su vardıqdan sonra, hamıya su verdikdən sonra sonda özü su içsin. Və suyun
Xüsusiyyətləri bununla bitmir. Sonunda bir xüsusiyyətini də deyəcəm. Onunla da sözümü inşallah tamamlayacağım. Rəvayətdə İmam Sadiq əleyhissalamdandır. Ki, su səndibə insan suyun içilməsində belə ədəbə riayət eləyərsə, ki, insanın ən böyük arzusu nədir? Dərrakəli insanın, ağıllı, imanlı, inanclı insanın ən böyük arzusu odur ki, Allah onu öz rizayəti vasitəsilə cənnətə daxil eləsin. İmam Sadiq əleyhissalam buyurur ki, kim su içərkən bu qaydaya riayət eləsə, Allah Teala onu cənnətə layiq eləyəcək. Kim su içərkən bu qaydaya riayət etsə, Allah onu cənnətə layiq eləyəcək. Buyurur, suyun olduğu qabı ağza yaxınlaşdıranda Bismillah deyib içsin. Suyu ki, gətirirsən, içmək istəyəndə Bismillah deyib. Sonra deyir, susuzluğu yatmadan öncə ağzından çəksin. Suyu içdin, axıra kimi içmə. Doymamışdan qabaq deyir, ağzından çəksin, sonra Allaha şükür eləsin. Bir neçə qurtum içdi, dayanıb Allaha şükür eləsin. Sonra buyurur, yenə içsin. Sonra bir daha qabı ağzından çəksin. Bu ikinci dəfə. Sonra deyir, Allaha şükür eləsin yenə. Allaha şükür eləyəndən sonra bir də içsin. Sonra bir daha ağzından çəkib Allaha şükür edəndən sonra içə bilər. Təsəvvür edin ki, kim bu deyir, mərhələli şəkildə buna riayət eləyərsə, Allah Teala onu öz cənnətinə layiq edir. Və rəvayətlərdən də bildiyimiz kimi İmam Hüseyin əleyhissalamın özündən də rəvayət var, digər imamlarımızdan da ki, nə yaxşı olar ki, insan sərin su içərkən İmam Hüseyin əleyhissalamı xatırlasın, o həzrətə salam göndərsin və onun qatili olan Yezid və Ali Yezdə lənət oxusun. Allah and verir, İzzət Cəlalı xatirinə bizi bütün İslam qaydalarına yüksək səviyyədə riayət edən bəndələrindən qərar versin və bu minvalla öz rizayətinə nail olanlardan eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthara fasalli li rabbika wanhar inna şaniyaka huval abtar. Sadaqallahul aliyyul azim. Birinci xutbənin əvvəlində qeyd elədik ki, sabah inşallah İmam Hüseyin əleyhissalamın böyük oğlu Əli Əkbərin mövlud günüdür və Əli Əkbərin haqqında müəyyən məlumatları inşallah istəyərdim nəzərinizə çatdırım. Əli Əkbər İmam Hüseyin əleyhissalamın 3 Əli adında övladının ilkidir, birincisidir. Hicrətin 33-cü ilində, Şaban ayının 11-də dünyaya gəlib Mədinə şəhərində İmam Hüseyin əleyhissalamın ailəsində, Peyğəmbər xanədanında. Və bildiyimiz kimi ərəblərdə bir qayda var. Övladının bir neçəsinə eyni ad qoyanda onu müxtəlif sifətlərlə adlandırır. Məsələn, 3 övladım var, 3-ü də Əlidirsə, necə ki İmam Hüseyin əleyhissalam belə elədi. Birinciyə böyük oğla böyük Əli adını verir. Əli Əkbər sözünün mənası da budur. İkinciyə ortancıl oğla Əli Övsət, ortancıl Əli adını verir. Əli Övsət bizdə məşhur tanınmış, yəni birlikdə bu ad var bizdə. Əli Övsət sözünün mənası ortancıl Əli deməkdir. Və nəhayət sonuncuya isə kiçik Əli adını, Əli Əsxər. Əli Əsxər sözünün də mənası kiçik Əli deməkdir. Və İmam Hüseyin əleyhissalamda birinci oğlunun adını Əli Əkbər qoymuşdu. Və nəzərə alsaq ki, Hicrətin 33-cü ilində dünyaya gəlib, əməsi Əbəlfəzlə Həzrət Əli Əkbərin arasında çox da yaşca çox böyük fərqi yox idi. 7 yaş kiçik idi əmsi Əbəlfəzdən, 7 yaş fərqləri var idi. Niyə görə əmsi Əbəlfəzlə Əli Əkbərin yaş həddi yaxın idi? Çünki bildiyimiz kimi Həzrət Əbəlfəzl Abbas əleyhissalam İmam Hüseyndən çox sonralar dünyaya gəlib, çox sonralar. Təxminən 20 ildən də artıq deyirlər, sonra dünyaya gəlib. Hicrətin 26-cı ilində. 26-cı ilində Həzrət Əbəlfəz, qardaşı İmam Hüseynin oğlu Əli Əkbər də Hicrətin 33-cü ildə. 7 yaş fərqləri var idi. Və Əli Əkbərlə Əli Övsədin, yəni İmam Zeynalabidin əleyhissalamın, İmam Səccəd əleyhissalamın arasında da 5 yaş fərq var idi. Hicrətin 38-ci ildə İmam Səccəd əleyhissalam dünyaya gəlib. Deyir, ərəblərdə ki, bu qayda təkcə kişilərə aiddir, oğlan uşaqlarına aiddir. Qız uşaqları olanda da bu cür eyni ad qoymaq istəyəndə onları sifətləri ilə sadalayırlar. Məsələn, necə ki, imamlarımız da övladlarına Fatimə adını qoyurdular.
və Fatimə adını qoyduğuna görə istər-istəməz müxtəlif ləqəblərlə, müxtəlif sifətlərlə onları xatırlayırlar. Buyurur, məsələn, 3 ad Fatimə adında uşaq dünyaya gəlsə, 3-ünə də Fatimə adını qoyursansa, birinci Fatiməyə deyir Kübra deyirlər, Fatimə-i Kübra. Kübra, Kəbir, Əkbər sözünün xanımlara aid olan formasıdır. Fatimə-i Kübra, yəni böyük Fatimə. Fatimə-i Vusta, yəni ortancıl Fatimə. Övsət sözünün qadınlara aid olan forması Vustadır. Fatimə-i Vusta, ortancıl Fatimə və nəhayət Fatimə-i Suğra, kiçik Fatimə ki, bu da Əsxər sözünün xanımlara aid olan işlənmə formasıdır. Fatimə-i Suğra, yəni kiçik Fatimə. İmam Hüseyn əleyhissalamın oğlu Əli Əkbər dedi ki, ata tərəfdən atası İmam Hüseyn əleyhissalam, əməsi İmam Həsən əleyhissalam, babası Həzrət Əli əleyhissalam, nənəsi Fatimə-i Zəhra və nəhayət ən böyük babası Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm idi. Yəni, ata tərəfdən məsumlar əhatə olunur, məsumlarla əhatə olunur. Bəs ana tərəfdən necə? Ana tərəfdən də çox tanınmış nəsildən idi. Anasının adı Leyla olub. Leyla xanımın haqqında yazırlar ki, öz dövrünün ən fəzilətli xanımlarından idi. Fəzilətli olması da elə belə yerə deyildi, çünki böyük bir nəsildən idi. Deyir, Leyla ata tərəfdən babasının adı Ürvə idi. Ürvə ibn Məsud Səqəfi, məşhur Səqəfin sülaləsi. Deyir, Qureyşin ən böyük şəxsiyyətlərindən idi. Hələ İslam Peyğəmbəri Peyğəmbərliyə çatmamışdı, İslam dini gəlməmişdən qabaqda Ürvə adlı şəxs öz qəbiləsində çox tanınmış şəxsiyyətlərdən idi. Hüdeybiyyə sülhü zamanında qəbiləsi Peyğəmbərlə müqavilə bağlamağa Ürvəni göndərirlər. Hicrətin 9-cu ilində Ürvə Peyğəmbər salawatullaha iman gətirir. Amma deyir, öz tayfasını qayıdır hidayət eləməyə. Peyğəmbərə iman gətirib, Peyğəmbərin yanında qalmır. Qayıdır ki, daha çox insan hidayət olsun. Deyir, çox təəssüf ki, azan verərkən, azan oxuduğu yerdə onu öz tayfası, öz qəbiləsi qətlə yetirirlər. Bax, belə bir uca şəxsiyyətidir. Ona görə Peyğəmbər sallallahu deyir, onun şəhadətin, Ürvənin şəhadət xəbərini eşidəndə dedi ki, o öz qövmündə onun kimisi yox idi. Yəni, öz qövmünün ən uca şəxsiyyəti idi. Və o Yasin sahibi kimi idi. Yəni, bir Peyğəmbər kimi öz qövmün tövhidə dəvət edirdi. Ona görə Ürvənin hələ haqqında Peyğəmbərliyə seçilməmişdən qabaq, İslamdan öncə də dedik ki, şəxsiyyəti ilə tanınırdı, uca şəxsiyyəti ilə. O qədər öz paçlığına, mənəviyyatına fikir verirdi ki, hətta öz qəbiləsi deyirdi ki, əgər Məkkədə bir neçə Peyğəmbər seçilsə, yəqin ki, biri buna verilər. Yəni, o dərəcədə pak, özün qoruyan, təqvalı insan idi, tanınmış bir şəxsiyyət idi. Bax, ana tərəfdən də Əli Əkbər əleyhissalam belə bir şəxsiyyətə gedib söykənir nəsli, nəcabəti. Həm ata tərəf, həm ana tərəf bu cür zəngin olan şəxs Əli Əkbər kimi bir cavanın, gözəl bir şəxsiyyətin, uca bir şəxsiyyətin dünyaya gəlməsinə səbəb oldu. Görəsən, Əli Əkbərin xüsusiyyətləri nədən ibarət idi? Ki, Əli Əkbərin bir neçə xüsusiyyəti var idi. Əvvəla, biz bilirik ki, Əli Əkbər Peyğəmbər salawatullaha hər cəhətdən bənzəyən bir şəxsiyyət idi. İnsanın şəxsiyyətinin əsas 3 tərəfi var, 3 xüsusiyyəti var. Birincisi, onun zahiri görünüşüdür. İkincisi, danışıq, nitq qabiliyyətidir. Üçüncüsü isə rəftar, əxlaqı, davranış qaydaları. Bu üçü ilə əhatə olunur. Hər üçündə Peyğəmbər sallallahu aleyhi və səlləm. Yəni, deyir, başdan ayağa Peyğəmbər salawatullaha oxşayırdı. Hətta Həzrət İmam Hüseyn əleyhissalam Kərbalada döyüşə göndərəndə oğlu Əli Əkbəri deyir ki, qoy bu qövm şahid olsun, Allah şahid olsun ki, Peyğəmbərə həm nitqdə, həm zahiri görünüşdə, həm də əxlaqda ən çox oxşayan şəxsi göndəririk, döyüş meydanına göndərirəm. Və biz darxanda, Peyğəmbər üçün darxanda ona baxardıq. Təsəvvür elə bir şəxsiyyət ki, Peyğəmbəri insanları xatırladırdı. Hətta o qədər Peyğəmbərə oxşarlığı var idi ki, Peyğəmbərin dövründən Kərbala hadisəsində qarşı tərəfdə döyüşən şəxslər onu görəndə döyüş meydanında elə bildilər ki, Peyğəmbər gəlib döyüşə. Görün, indi insanlar İmam Hüseyn əleyhissalama qarşı çıxan şəxslər, təsəvvürün, görün nə qədər şəxsiyyətləri aşağı olub ki, öz Peyğəmbərlərin xatırladan bir şəxsə qarşı
necə düşmənçiliyib onu necə qətlə yetirdilər. İkinci xüsusiyyəti onun mərifəti haqqında deyirlər ki, qabaqcadan şəhid olmağı arzulayırdı. Şəhadət arzulayırdı. Bir İmam Hüseyin əleyhissalamın karvanı Məkkədən çıxanda, Məkkədən özü Kərbəlaya tərəf, yolda İmam Hüseyin əleyhissalam deyir, yuxudan gələn bir qeybdən səs eşitdi ki, o səs deyirdi ki, bunlar şəhadətə tərəf yola düşüblər. Şəhadətə tərəf yola düşüblər. İmam Hüseyin əleyhissalam deyir, qalxdı ayağa, yuxudan oyandı, 3 dəfə təkrarladı, İnna lillah və inna ileyhi raciun. Biz həqiqətən də Allaha da qayıdın. Müsibət anında olan zikirdir. Və İmam Hüseyin əleyhissalamın oğlu Əli Əkbər çox iti düşüncəli, dərin bəsirətli bir şəxsiyyət idi. Dərhal atasına sual verdi ki, ata nə baş verib ki, bu zikri deyirsən? Həzrəti İmam Hüseyin əleyhissalam yuxusunu danışdı. Dedi ki, belə bir yuxu görmüşəm ki, yəni şəhadətə tərəf gedir bu karvan. Əli Əkbər atasından soruşdu ki, ata, haqq bizimlə deyilmi? İmam Hüseyin əleyhissalam buyurdu, bəli, bizimlədir. Əli Əkbər həmin vaxt cavab verdi ki, əgər haqq bizimlədirsə, bizim döyüşdən, qətlə yetirilməkdən, haqq yolunda canın fəda verməkdən heç bir qorxumuz yoxdur, şəhadətdən qorxumuz yoxdur. Əgər belədirsə, əsla ölümdən qorxumuz yoxdur. Digər bir xüsusiyyəti isə Əli Əkbərin bildiyimiz kimi İslamın ayaq üstə qalmasında necə ki İmam Hüseyin əleyhissalamın adı öndə hallanır, ilk öncə İmam Hüseyin əleyhissalamın adı çəkilirsə, sonra Həzrət Əbəlfəzlin adı çəkilirsə, növbəti olaraq Əli Əkbərin bu yolda tökdüyü qan və xüsusən də canın bu yolda fəda verməsini zikr edirlər. Alimlər İmam Hüseyin əleyhissalamdan sonra Həzrət Əbəlfəzdən sonra Əli Əkbərin adını çəkirlər İslamın dirçəliş tapmasında, xüsusi rola malik olan insanlardan. Və buyurur ki, Əli Əkbərin digər bir xüsusiyyətdə Kərbəlada Əhl-i Beyt xanımlarını, Əhl-i Beytə olan şəxsləri himayə eləməsi idi. Bir Əbəlfəzl Abbas əleyhissalam, bir də Əli Əkbər Əhl-i Beytdən olan insanları himayə eləyirdilər. Su lazım olanda düşmən zərgəsini yarıb gedib su götürüb gətirməyi bacarırdılar. Hələ təzə dünyaya gəlmişdi, deyir İmam Hüseyin əleyhissalam götürdü Əli Əkbərin sağ qulağına azan, sol qulağına iqamə oxudu və adını da Əli qoydu. Adın Əli qoyanda təsəvvür elə bir vaxt o adı Əli adın oğlu Əli Əkbərə qoyurdu ki, həmin dövrdə Əli adını çəkmək, zikr eləmək qadağan idi. Çox çətin günlər, çətin vaxtda, çətin dövrə təsadüf eləmişdi. Çünki həmin dövrdə bildiyimiz kimi minbərlərdən Əli əleyhissalamın adına nalayiq sözlər, ifadələr işlənirdi. Əlinin adını çəkmək mümkün olmayan bir dövrdə İmam Hüseyin əleyhissalam oğluna Əli adını qoymuşdu. Və 7 yaş olanda, Əli Əkbərin 7 yaşı olanda İmam Hüseyin əleyhissalam onun tərbiyəsi xüsusi şəkildə öz öhdəsinə götürür. Onun düzgün nəzarəti nəticəsində Əli Əkbər kimi böyük bir şəxsiyyət yetişir. Bir gün deyir İmam Hüseyin əleyhissalam Əbdürrəhman adlı bir ustada, müəllimə tapşırır ki, Əli Əkbərə Həmd surəsini öyrətsin. Deyir, Əli Əkbər Həmd surəni öyrənir, gəlir atasına, başlayır surəni oxumağa. Atası da deyir Əbdürrəhmana, həmin müəllimə deyir, o qədər çoxlu pul və hədiyyə verir ki, cəmaat heyrətlənir ki, yəni bir dənə Fatihəni öyrənməyə görə müəllimə bu qədər pul verərlər. Müəllim yəni gör indi nə qədər məharətlidir ki, müəllimə bu cür pul verir, hədiyyələr verir. İmam Hüseyin əleyhissalam buyurdu ki, bu hədiyyələr Əli Əkbərin müəlliminin məharəti müqabilində deyil. Quran təliminin qarşısında bütün hədiyyələr dəyərsizdir. Sanki Quranın kəramətin, fəzilətin ortalığa çıxardır. Və Əli Əkbərin xüsusiyyətlərindən deyir, bir gün Muaviyə öz ətrafındakı şəxslərdən soruşdu ki, sizcə
Sizcə xilafətə kim layiqdir? Özü xəlifə olduğu halda. Soruşdu ki, xilafətə kim layiqdir? Təbii ki, ətrafındakı insanlar, ətrafındakı şəxslər yaltaqlanaraq dedilər ki, səndən başqası xilafətə layiq deyil. Səndən başqası layiq deyil. Amma Muaviyyəliyi ilə yenə də etiraf elədi ki, xeyr, bu taxtaca, xilafətə mən layiq deyiləm. Bu xilafətə Hüseynin oğlu Əli Əkbər layiqdir. O, həm şücaətlidir, həm Peyğəmbərin bənzəridir. İlk növdə Peyğəmbərin bənzəri olduğunu xatırladır. Peyğəmbərin bənzəridir. Onun səxavəti Haşimlərin səxavətini xatırladır. Onun şücaəti Səqəfilərin şücaətini xatırladır. Belə xarakterlərin bir-bir sayır. Ona görə də İmam Hüseyin əleyhissalam son anında Əli Əkbərin ki, başının üstünə gedir. Orada digər şəhidlər haqqında işlətmədiyi bir ifadəni işlədir. Bildiyimiz kimi Əli Əkbər Bəni Haşimdən, Haşim oğullarından Kərbəlada cihad meydanına atılan ilk gənc idi. Və İmam Hüseyin əleyhissalam nəhayət son anda deyir ki, Vələdi Ali, ey övladım Əli, oğlum Əli, aləd dünya bə'dəkəl əfə, dünyanın başına səndən sonra külələnsin. Dünya yəni səndən sonra nəyə gərəkdir? Deyir, Quran-ı Kərimin bir ayəsi var. Ona görə Əli Əkbər əleyhissalamı sanki İmam Hüseyin əleyhissalam bu sözləri ilə demək istəyirdi ki, görün Əli Əkbər hansı şəxsiyyətin sahibidir ki, dünya onun yanında onsuz dəyərsiz sayılır. Təsəvvür eləyin. Ona görə bugünkü gənclərə Əli Əkbər əleyhissalam gözəl bir nümunədir. Quran ayəsində İmam Baqir əleyhissalam buyurur ki, "Mə min şəbbin qutilə fi ta'atillah illə ba'asəhullah yawmal qiyamati və huwa aminun minəl fəza'il əkbər." İmam Baqir əleyhissalam buyurur, Allah yolunda öldürülən elə bir gənc yoxdur ki, Allah onu qiyamət günü böyük qorxudan amanda qaldığı halda diriltməsin. Allah Taala iman gətirən, Allaha itaət edən və itaət yolunda qətlə yetirilmiş, dünyadan köçmüş gənci elə bir halda qiyamət günü dirildər ki, qiyamətin o ən böyük qorxusundan amanda qalar. Bax, bunun canlı nümunəsidir Əli Əkbər əleyhissalam. Və gənclər Əli Əkbər əleyhissalama öz bağlılığı ilə onun həyat nümunəsindən öz həyatlarına tətbiq edə bilər. Necə ki, Quranın Kəhf surəsi 13-cü ayəsində də Allah Taala buyurur ki, "İnnehum fityatun amanu bi rabbihim və zidnahum huda." Onlar cavan bir şəxs idi, cavan şəxsiyyətlər idi və onlar öz Rəblərinə iman gətirdilər, yəni cavan vaxtında iman gətirdilər. "Və zidnahum huda." Biz də onların imanlarını artırdıq. Ona görə biz inşallah Allah bizə nəsib eləsin ki, Əli Əkbər kimi varlığın, Əli Əkbər kimi şəxsiyyətin ucalığından, əzəmətindən, onun xüsusiyyətlərindən həyatımıza tətbiq edə bilək və bu halda Allahla qovuşaq inşallah. Allahın verdiyi izzət cəlalı xatirinə Əli Əkbəri öz həyatına nümunə təyin edən, nümunə qərar verən şəxslərdən bizlər də qərar versin. Və bu minvalla Peyğəmbər Əhl-i-Beyt yanında bizləri hörmətli eləsin, öz rizayətinə nail eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.